ən dadlısından tantuni hazırlayaq. Əvvəlcə soğanı yarım halqa şəklində doğrayırıq. Üzərinə yarım çay qaşığı duz, yarım çay qaşığı şəkər tozu, 1 çay qaşığı sumaq, 1 çay qaşığı sirkə əlavə edib qarışdırırıq. Alma, üzüm və ya ağ sirkə, hər hansı olar. Yarım dəstə cəfərini xırda-xırda doğrayırıq. Pomidorları isə kub-kub doğrayaq. Tantuni ayransız olmaz deyib yanına köpüklü, buz kimi ayran da hazırlayaq. Qatığa duz və sərin su əlavə edib blenderla qarışdıraq. Mən mineral qazlı su istifadə etdim. Üzərinə nanə, zövqə görə şüyüd və keşniş əlavə edib daha da dadlandıra bilərik. Ayran soyuducuda sərinləməyə dursun. Biz isə tantuninin ətini hazırlayaq. Mən dana əti ilə hazırladım. İstəyə görə toyuq əti ilə də hazırlamaq olar. Əti əvvəl nazik laylay doğrayıb, ardınca uzun incə şəritlərə bölürük. Tavanı azca yağlayıb möhkəm qızdırırıq. Əti əlavə edib gür odda qarışdırırıq. Üzərinə keçməyəcək qədər su və zövqə görə duz əlavə edib suyu azalıb istədiyimiz yumşaqlığa gələnədək bişiririk. Şirin toz qırmızı bibər, pul bibər əlavə edirik. Ən sonda yağ əlavə edib azca qovururuq. İstəyə görə lavaş yaxud çörəyi ətin su. Ətin yanına sumaqlı soğan, cəfəri və pomidoru da əlavə edib bəh-bəhlə nuş edirik. Ayranı da yanında servis etməyi unutmuruq. Çox ləzzətli olur. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Daha çox video resept üçün videoları like etməyi, rəy bildirməyi, yaxınlarınızla bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.